Pərvaz bəy, siz çox məşhur bir müğənni ilə sevgi həyatı yaşamısınız və o sevgi həyatı bitib. Bu məlumatın doğruluğu nə dərəcədə düzdür? Bax, biz burada sənətdən danışırıq, burada musiqidən danışırıq. Başqa şeylə gündəmə gəlməmişəm, gəlmək də istəmərəm. Hələ bu mənim şəxsi məsələmdir. Yəni siz nə vaxt gündəmdə olmusunuz, ay Pərvaz bəy? Siz nə vaxt gündəmdə olmusunuz? Sənətim olub, elə bəs eləyir. Yəni mən sizə sual verirəm. Yəni burada agresiya göstərməklə siz onu sübut edirsiniz ki, deməli onda doğru məlumat. Biz bilirik hansı məşhur müğənnidir. Biz dəyərli izləyicilər adını da çəkəcəm məşhur müğənninin. Efirdən getmək, yəni cavab verə bilər. Ya hə, ya yox. Yəni efiri tərk eləmək, əlim olan yerdə bir növü bizim efirimizə olan hörmətsizlikdir. Olmayıb, mənim şəxsimdir, şəxsi söhbətdə, məsələmdə mən istəmirəm ki, məətbəxim istəmirəm insanlara. Yəni olub, olmayıb Pərvaz bəy? Mən o suala cavab verməyəcəm. Hə, deməli olub da. Sənət göstərirəm, məni gündəmə gətirin, əgər gətirə bilirsinizsə.